Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bu günləri əqrəblərin vaxtıdır. Sıra gəldi, çıxdı əqrəblərə. Əqrəblər, sizin bürcünüz elə vaxtı deyilir ki, müqəddəs Ramazan ayında və müqəddəs Qədir gecəsi artıq başlayacaq. Ona görə də mən bu sizin bürcü demək qərarına gəldim. İnşallah bu müqəddəs Ramazan ayı xatirinə, müqəddəs Qədir gecəsi xatirinə bütün əqrəbləri xoşbəxt bəxtəvər olsun və bütün arzuları çin olsun inşallah. Və onu yadınızdan çıxartmayın ki, bu canlı paylaşandan bir saat sonra gəlin bir yerdə dualarımızı edək və inşallah maraqlı söhbətlər edəcək. Odur ki, sizdən xahiş edirəm, hamınız bəyənin, təqib atın və canlını paylaşın. Və altında da ki, gecə və yaxud da gündüz doğulmusunuz, hansı ildə doğulmusunuz, onu da qeyd edin. Xahiş edirəm, bəyənməyə xəsislik eləməyin. Bəyənmək, təqib atmaq, o jetonla deyil, bir şey deyil. Xahiş edirəm, orada bakıyorsunuz və yaxud da bəyənmə var. Bir dənə onu like edirsiniz və salam tutardı getdi. Bununla qoy bütün əqrəblər şad olsun. Sevirəm əqrəbləri. Nəyə görə sevirəm? Əqrəb bürcü altında doğulan insanlar birinci ümumən kişilərin və qadınların dəvə kimi kinli olurlar. Əqrəblərə heç vaxt qışqırmayın. Əqrəblərə heç vaxt heç nəyə məcbur edə bilməzsiniz. Əgər əqrəblər özü istəməsə. Çünki əqrəblər niyə kinlidirlər? Əqrəblərə etdiyiniz yaxşılığı da pisliyidir. Əqrəblər onu şuur altında saxlayacaqlar. Vaxt gələcək, zaman gələcək, o yaxşılığı da pisliyi də sizə qaytaracaqlar. Ona görə də əqrəb deyir, oxu var dağa mindirir, oxu var dağdan indirir. Əqrəb bürcü altında olan insanlara əmr yox, rica etmək lazımdır. Düzdür, əqrəb kişiləri biraz xəyanətkar olurlar, əqrəb kişiləri gəzəyən olurlar, əqrəb kişiləri biraz şorgöz olurlar, amma çox ağıllı və müdrik olurlar. Əqrəb bürcü altında doğulan insanlar 12 bürcün içində çox məntiqli insanlar olur, dərin düşüncəli olur. Həm də şanslı olurlar. Bax, əqrəb bürcü altında doğulan insanlar da bu günləri məsəl üçün ali məktəblərdə, orta məktəblərdə məntiq dərsi keçirilir. Amma əqrəblər anadan məntiqli doğulurlar və onlar biznesdə, elmdə, təhsildə əgər istəsələr, qabağa getmə şansları var. Çünki onlar şanslıdırlar. 100 nəfər adam bir yerə sənət versin, orada 10 dənə əqrəb varsa, əqrəblərin onu da təsdiqlənəcək. Niyə görə ki, onların şansı gətirilir. Şansı gətirənlərdəndir. Amma kişiləri ağıllı, necə deyim, düşüncəli olurlar. Ancaq onlar bu dünyada həzz aldıqları ancaq qadınlardan həzz alırlar. Qadınlarla keyf məclisində olanda həzz alırlar. Amma ailə qurduqdan sonra ailəyə bağlı olurlar, sədaqətli olurlar. Amma yenə də öz biliklərini əldən verirlər. Amma əqrəbin xanımları demək olar ki, arazı, realist, idealist, öz tutduğundan bırakmayan, ağa qarıya qaradiyan və əqrəbin xanımları əgər bir kişi dünyalar qədər əqrəb xanımı sevirsə və əqrəb xanımı da onu sevirsə, əqrəb xanımları xəyanəti sevmir, bağışlamırlar. Dünyalar qədər sevdiyi bir kişini bir dəqiqənin içində həyatlarından domestosdan silərlər. Bəzi kişilər, gəl açıq danışaq, bəzi kişilər, bəzi oğlanlar əqrəb xanımları xoşlayırlar. Niyə görə? Çünki əqrəb xanımları çox ehtiraslı və çılğındırlar. Və onlardan demək olar, yaxşı partnyor çıxır. Və əqrəb xanımları əziyyət çəksə də, zülüm çəksə də öz istədiklərinə nail olurlar. Öz istədiklərinə istədikləri kimi nail olurlar. Amma gec, amma güc. Düzdür, sözün düzün dediklərinə görə həmişə, necə deyim, istənilmirlər. Sözün düzün dediklərinə görə sevilmirlər. Sözün düzün dediklərinə görə çox adamlar onları bəyənmir və özündən razı kimi baxırlar o xanımlara. Amma əslində elə deyil. Əqrəb xanımları sözün düzün deyəcək və həmişə düzgünlüyün tərəfdarı olurlar. Əqrəb kişiləri düzdür, pul xərcləyəndir. Ondan sonra əli açıqdır, səxavətlidir
bir balaca bu illəri, şor gözlüklərin kənara qoysa, bu hamısına aid deyil. Çünki ona görə deyirəm ki, altından gecə və yaxud da gündüz doğulmusunuz və ilinizi yazın. Bu illərdən çox şey asılıdır. Əqrəb xanımı var ki, məsəl üçün xəyanətkar olur. Əqrəb xanımı var ki, məsəl üçün bir kişini sevir, hətta o kişinin ailəsini dağıtmaq belə istəyir. Əqrəb kişisi var ki, bəli, doğrudan da şor göz deyil. Ailə canlıdır, ev canlıdır. Yəni bunu əgər altından illərinizi gündüz və yaxud da gecə doğulmuşsa, onu yazsınız, o dəqiq bilinir ona görə. Amma ümumilikdə Əqrəb burcunda doğulan insanlar çox vəfalı və sədaqətli insanlardır. Və Əqrəb burcunda doğulan insanlar demək olar ki, xanımları kişilərindən daha sözü bütöv və daha sözünə sadiq və Əqrəb kişiləri də yalanı xoşlamırlar. Yalan danışmağı da sevmirlər və nə keçirdəcəklər, istədikləri arzulara nail olmaq üçün səy göstərsələr əqrəblər hər bir şeyi əldə edəcəkdir. Heç bir çətin və problemli bir şey olmayacaq. Qaçaqovda olacaq o əqrəblər. Çünki bu arzudan bu arzuya, bu istəkdən bu istəyə deyə öz istədiklərinə nail olacaqlar inşallah. Əqrəblərin şəxsi həyatı dolğun olacaq. Onlar diqqət mərkəzində olacaqlar. Bu bir tərəfdən yeni tanışlıqlar, digər tərəfdən də bir çox çətinliklər vəd edilir. Əlbəttə çətinlikləriniz də olacaq. Amma ağıllı əqrəblər ağıllarını işə salsalar bu çətinliklərdən çıxacaqlar. Sevdiyiniz insan sizi daha çox qısqana bilər. Əqrəblər, çalışın sevdiyiniz insanları qısqandırmayasınız. Ulduzlar sizə asan yolla pul qazanacağını vəd etmir. Asan yolla pul qazanmayacaqsınız. Çox çalışmaq lazım gələcək. Çalışacaqsınız və zəhmətinizin bəhrəsini də görəcəksiniz. Əsas sakitliyi qorumaq və problemlərin həllinə soyuq başla yanaşmaq lazımdır. Əgər Əqrəb burcu altında doğulan insanlar həyatlarında olan çətinliklərə, bu illəri səbirli olsalar, təmkinli olsalar, çılğınlıqlarını biraz kənara qoysalar, onların maddi və mənəvi cəhətdən heç bir problemi olmayacaq və bu il əqrəblər su ünsürü olduğu üçün sizi xoş sürprizlər gözləyir. Və subay əqrəblərin həyatında istər xanım olsun, istər bəy olsun, sevgi dolu, romantik bir ildir. Ailəli əqrəblərin isə həyatında ev dəyişmək, ev almaq, vəzifəyə getmək, yeni nailiyyətlər əldə etmək kimi və ailədə artımın gözlənilməsi gözləyir. Nişanlı əqrəblərə isə toylu düyünlü il gözləyir. Demək olar ki, bir şərtlə əqrəblər, il sizin ilinizdir. Çalışın, inşallah bu ildən səmərəli istifadə edin. İlimiz də davam edir. 2026-cı ilin demək olar ki, fevral ayının 16'sına qədər. 2026-cı ilin fevral ayının 16'sına qədər əqrəblərin həyatında yeni nailiyyətlər, uğurlar, sevgi, romantika, ev almaq, ev satmaq, maşın almaq və ali məktəbə qəbul olmaq və ailə həyatı qurmaq, evlad dünyaya gətirmək və evlad sahibi olmaq ən gözəl şeylər əqrəblərin olacaq. Yetər ki, əqrəblər çılğınlıqları kənar qoysunlar və biraz səbirli, təmkinli olsunlar. Öpürəm sizə əqrəblər, var olun, amma deyib ki, hamısını deyə bilmirəm. Elə şeylər var ki, demək olmur.
Ona görə də siz mənim Instagram səhifəmi İlham Mirzəyev Ofisial, eyni bax bu TikTok səhifəmin adı iləndir. İlham Mirzəyev Ofisial. Hamınız təqib atın və orada da aktiv olun ki, orada da canlıca maraqlı söhbətlər edin. Təqib atın, bəyənin, like edin, paylaşın və bu müqəddəs Ramazan ayının Qədir gecəsi günü bütün əqrəbləri xoşbəxt olsun, bütün insanları xoşbəxt olsun, içində də əqrəblər. Bütün bürcdən doğulanları Allah arzularına çatdırsın, içində də əqrəb bürcü altına doğulanlar. Neyiniyək ki, əqrəb bürcü altına doğulanlar məhz müqəddəs Ramazan ayının Qədir gecəsində deyilir və paylaşılır indi. Bunu paylaşandan bir saat sonra canlı açacağım. Odur ki, bəyənin, like edin, paylaşın. Öpürəm sizi. Tutduğunuz niyyətlər qəbul olunsun. Ürəyinizdəki bütün arzularınıza çatasınız. Xoşbəxt, bəxtəvər olasınız və yollarınızı Allah bu müqəddəs Ramazan ayı xatirinə, Qədir gecəsi xatirinə uğurlu, xeyirli eləsin inşallah. Sağ olun, görüşərik inşallah canlıda.